Selekdən gələn sifarişləri göstərmək istəyirəm. İlk olaraq çox bəyəndiyim, sevdiyim bir kompakt məhsulu göstərmək istəyirəm. Hal-hazırda kataloqda endirimdədir, amma təəssüf ki, ambarda bitib, bilmirəm gecəyəcən olacaq olmayacaq. Çox qəşəng qiymətə almışam. 3 cür doğraması var. Kartof eləyə bilərsiniz, alma, pomidor dilimi və burada da salat üçün xırda-xırda və ya soğanı xırda-xırda sevənlər üçün çox gözəl doğrayıcıdır. Keyfiyyətli plastikdən hazırlanıb. İnanın mənə ki, bu keyfiyyətsizləri alıb da 2 günə sınır, amma bunlar həm dözümlüdür, həm də bu iti dişləri deməli itləməyə ehtiyac yoxdur. Bundan əlavə nələr almışam? Nələr almamışam ki? Belə bir ətir almışam. Çox gözəl qoxusu var. Bunun açıq versiyası da var bizdə. Vazgeçilməzimiz Agizur. Kişilər üçündür bu arada. Saç daramaq üçün, asan darınması üçün sprey. Sonra hidrofil yağlı gel, yəni makiyajı dərindən təmizləyir. Xüsusilə yağlı dərilər üçündür. Buxaq üçün retinol 2 saat saxlayırsınız. Buxağınızı yığır. İstifadə eləmişəm, çox razıyam. Yenə bir belə diş şotkası. Sonra belə bir yuyucu vasitə almışam. Qavyan çox bəyəndiyim yuyucu vasitədir. Çünki həm qatıdır, həm də yəni çox qəşəng gedir bizə bu. Bu təmizləyicini heç nəyə dəyişmərəm. Nə qədər sınamışam, ən sevdiyim budur və çox gözəl təmizləyir. Sonra belə bir Tinskinin matlaşdırıcı üz kremi. Tinskinin qara nöqtələr üçün, yağlı dəri üçün niasinamid tərkibli, salisilik kislatası tərkibli losyonu. Sonra bizim məşhur xalça təmizləyicisi, hər kəsin sevimlisi. Sonra belə kişilər üçün antiperspirant. Sonra üz yuma geli, həmin seyrələn. Sonra belə bir mətbəx sabunu, ən sevdiyim. Bu arada bu da endirimdədir. Ən sevdiyim hamam sabunu, əl üz sabunudur. Çox gözəldir. Əslində əl sabunudur, üz deməyim. Bu da bizim yeni çıxmış tuşumuzdur. Baxın, Wow So Volume tuşudur. Yeni gəlib və artıq əldə etdiyim yoxlayacağım. Sonra komandamdan bir xanımın da sifarişlərini mən götürəsi oldum və xanımlar, xanımın aldığı mənim məsləhətimdən bu sabundur. Sonra yenə də bir diş şotkası. Çox sevirəm bu diş şotkanı. Sonra belə bir əl sabunudur. Bu da çox qəşəng sabundur. Lakremin sabunları ümumiyyətlə krem sabunlardır. Bundan sonra baxın belə bir Oxyologinin C vitamin tərkibli hidrofil yağlı gelini alıb xanım. Sonra burada bizim grizlimiz var. 2 ədəd. Birini də çıxartmayacağım. Sonra hava təravətləndirici sprey və bizim bunu da mənim məsləhətimlə alıb budur. Yenə də grizlidir, bir də kataloqdur. Onu da qeyd edeyim ki, qeydiyyatdan keçənlər üçün çox gözəl aksiyamız var. Baxın, bu 4 dənə dəst sizə cəmi 3 qəpiyə gələ bilər.